Hazırda avtomobil nəqliyyatı ilə məşğul olan şəxslər və şirkətlər üçün fərqlənmə nişanı fəaliyyətin qanunvericiliyə uyğunluğunu təsdiqləyən əsas sənədlərdən hesab olunur. Bu nişanlar yalnız nəqliyyat tələblərinə deyil, eyni zamanda vergi və sosial öhdəliklərin yerinə yetirilməsinə əsaslanır. 2026-cı ildən başlayaraq artıq avtomobillər üçün fərqlənmə nişanının verilməsi elektron rejimdə də təqdim olunacaq. Məlumatların vahid mənbədə toplanması, şəffaflığın, hesabatlığın təmin edilməsi, sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin əlçatanlığının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, kağız daşızdan istifadənin aradan qaldırılması və nəticədə məmur vətəndaş təmasının minimuma endirilməsi məqsədilə gələn ildən etibarən fərqlənmə nişanı və xüsusi fərqlənmə nişanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ayna İnformasiya Sistemi vasitəsilə elektron qaydada veriləcək. Yeni sistem yalnız rəqəmsallaşmanı təmin etmir, həm də prosedurların sürətini artırır və vergi ödəyicilərinin xidmətdən daha asan istifadəsini təmin edir. Zəruri sənədlər birbaşa sistemlərdən əldə olunacaq, əlavə təqdimata ehtiyac qalmayacaq. Ayna İnformasiya Sisteminin digər informasiya sistemlərinin inteqrasiyasının nəticəsində həmin xidmətlərin göstərilməsi ilə əlaqədar zəruri olan sənədlər elektron hökumət informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanlarından əldə edilməsi mümkün olacaq. Bununla da həmin sənədlər vergi ödəyicisindən tələb edilməyəcək. Dəyişiklik prosedurların daha sürətli və şəffaf aparılmasını, xidmət keyfiyyətinin yüksəlməsini və vergi ödəyicilərinin məmnunluğunun artırılmasını təmin edəcəkdir. 2026-cı ildən etibarən fərqlənmə nişanlarının elektron formada verilməsi vergi intizamının daha effektiv təmin olunmasına şərait yaradacaq. Samik Nuriyev, Cəmil Məhərrəmov, NTV Xəbər.